Herkese salam. Biz çıxdıq yola, qızlar. Qəşəng maraqlı bir yerə gedirik. Gedək inşallah çataq. Hə Məryəm? Gedək inşallah çataq. Gedək çataq inşallah. Qəşəng maraqlı hər tərəfi detaylı bölüşəcəm. Yolumuz bir damcı uzundur. Getdik.
Gəldik, çatdıq qızlar. İndi dostlarımızı gözləyirik, gəlsinlər. Bir yerdə gedəcəyimiz yerə. Kərim bəy də burada. Maşın rolundadır. Nə qazanırsan? Pərvin xanım da burada heç nədə elə belə evi, eşiyi, hər şey. Allah papalıcan sağırəsi söhbəti. Məryəm də niyə butulkanın ön hissəsini qoyub arxa hissəsindən su içir, onu hələ alimlər də təsdiqləmir. Heç nə. Sən? Atanın da kucağında oturmuşsan. Atanın qucağında oturmuşsan? Nə açıyorsun? Açtım. Axır ki açtım. Cənnəm olsa. Axır ki bunu da açtım. Açıp Türkçesinin üstümüzde de. Nə deşir tutanı? Çıxdıq bu bir yer qızlar. Aygün günlə birləşdik. Girmişik indi marketə. Buradan alışverişimizi edirik. Gedirik. Marketdən deməli qızlar çıxdıq. Müəyyən şeylər var ki bu marketdən tapmadıq. İndi gedirik. Biz gedəndən sonra kişilər qayıdıb bütün əksləri falan hamısını alıb qayıdacaq. Qəşəng bir dənə piknik eləyəcəyik. Şəkillər falan çıxır. Burada bunu istəs vaxtı olmuşdur qız. Yox qızım, ora qəbələydi. Bura qubar. Çox qəşəng şəkillər çıxır burada. Qəşəng qutab yerlər də var. Hə qızım, düz meşəni çıx. Burada təmir gedilər. Bura bax. Gəldik, çatdıq axır ki, o qədər qəşəng yerə gəlmişik ki, yəni əminəm ki, burada istirahətimiz çox qəşəng, çox rahat, çox maraqlı keçəcək. İndi ümumi çəkib göstərəcəm. Bir dənə belə mənzərəni göstərim, baxın, yəni artıq hər şey məlum məsələdir. Mənzərənin yəni gözəlliyinə baxın. Bildiyiniz bu mənzərə yəni insana huzur verir də. Yəni burada gecə mən düşünmürəm ki, girim otaqda yatım. Yəni kondisioner yanında içərdi. Bax burada divanda da Pərvinlə baş-başa verib. Səhərə qədər, gecə də olanda o evlərin hamısının işığı yanacaq. Əminəm ki, nağıllar aləmində kimi hiss eləyəcək. Bu dənə çox gözəl mənzərəsi var. İndi bu dənə içərini də göstərim sizə. Bir də içəri qəşəng buz kimi deyil. Birazdan Aygün, sənin də kanalımı açacağım. Bugün Aygünün ilk vlogu gələcək qızlar. Kanalımda göstərəcəm sizə. İçərisində də belə bir mətbəxi var. Qəşəng evlər çox böyükdür. 3 yataq otağı var. Aygün, buranın səhifəsi var. Səhifəsini falan yerləşdirərik. 3 yataq otağı var. Bu birinci yataq otağı. Çox rahat evdir. Bu yelləncə ilə yaxşı. 4 ailə gələ bilər. Rahat, hə. Beş Bu ikinci yataq otağı. İkinci yataq otağında belə əlavə kravat da var. Məsələn, uşaqlı adamlar qəşəng uşaq da yanında yatacaq. Divan kreslosu da qəşəng olur. Divanla kresloyla 7-8 ailə yata bilər. Yerdə yatsa 40 nəfər yığılmalı. Eynən. Bura hamam tualetdir, hə bəyim? Bura hamam tualet qızlar.
Burada bir otaqdır. Var çıxış o tərəfə. Belə tək-tək kravatlar da burada ancaq. Burada da yenə bir dənə təzədən yataq otağı var. Buz diye. İçəridə buz, elə bir kamera, elə bir də kondisioner işləyir. Biz yandırıblar öncədən. Və hər otaqda peç var. Peç var, Elə soyuqdur, qışda qəşəngdir. peşək gəlmək olar. Həqiqətən də əsl istirahət olması, dincələsi bir yer. Əsas odur ki, təmiz. Deyirəm ki, Aygül, axşam heç ki keçib otaqda yatıb eləmək, oturağım burada valla. Çay, qəşəng, qız-qıza özümüz. Reşmini ben reşmini. Buradan bütün yol görsən. Deyirəm ki, Aygül, işıqlar da yanacaq. Yürüt elə. Deyir orada. Üstündə yoxdur xuşla. Kızlar, indi pandorumta hazırlayıram. Aygün də orada salatı falan yiyir, çayı falan dəmləyir. Qəşəng bir pandorumtamız falan yiyib, səhər yeməmizi yiyib. Akşama da qəşəng bütün yiyəcəyik. Burada da süfrəni açırıq artıq. Yemək yiyək, Aygün, sənə də kanal açım. Sənə də kanal açım. Qızlar keçən dəfədən gözləyir. Süfrəmiz də hazır. Güzel hoş olsun. Oturun. Otur çəkdim, sizə yeyə bilərsiniz. Hayca. Sevgili qızlar, artıq Aygünün kanalını açdıq. Baxın, kanal budur. Girirsiniz hamınız. Bir bu kanala abunə olursunuz. Baxın, bu kanaldır. Hə qızlar, kanal budur. Girirsiniz hamınız bir abunə olursunuz. Bugündən inşallah həm qəşəng shorts videoları gələcək. Aygün Instagramdan, TikTokdan izləyənlər bilir, çox qəşəng vloglar çəkir. Yəni Azərbaycanda ilk təmizlik vlogu çəkən xanımlardan biri məhz Aygün ilə özü olubdu. Qəşəng də vloglar çəkir. Girirsiniz, kanala abunə olursunuz, bildirimləri açırsınız. Çox qəşəng, maraqlı həm vloglar, həm qısa vloglar gələcək. Kanalda yaxından belə göstərim. Baxın, budur. Şəklini dəyişmişik. Burada kanal yenidiyini göstərmir, amma şəklini dəyişmişik. Bu kanalda. Çöldən buranın mənzərəsini çəkin, baxın həyətinə. Görün nə qəşəngdir. Görün necə gözəldir buranın mənzərəsi. Perişka ilə demişik burada qəşəng. Axşam qız-qıza videolar çəkəcəyik. Baxın. Yəni, bura var ha qızlar. Elə biz ki, nağıllar aləminin içərisindəsiz. Kərim, elə eləmə də oğlum. Birazdan da burada piknik yapacağız. Ama sırf Deməli qızlar, indi birazdan manqalımızı da yandırırıq. Leyla əti hazırlayıb qoydum. Əti qəşəng hazır. Qoy göstərdim onda baxın. Leyla həmişə belə qəşəng onu soğanın zadan doğrayır. Öncədən. Hə. İndi də qızlar qəşəng kartoşkaları falan çəkəcəm şişə. Hər şey hazır qoyacağım salatla oynayacağım. Yəni qalacaq kişilər mağazadadır. Həyəti o qədər qəşəngdir buranın içəri. Bir də uşaqlar da əylənir. İnanın ki, mən özümdən çox uşaqların adına sevinirəm. Çünki Məryəm yay tətilidir qızlar. Yay tətilində də uşaq istəyir ki, ancaq gəzsin, harasa getsin. Buradan da qaydanda İnşallah Məryəm üçün dəniz sezonunda açıq elan eləyəcək. Uşaq dəniz istəyir. Çünki biz keçən yayı biz dənizə getmədik qızlar. Nə qədər xəstələndi uşaqlar. Amma biz dənizə yaxşı gedəndə uşaqlar, yəni o günəşi yaxşı alanda xəstələnmirlər qışın. Çünki vitamin də olur. Hə, vitamin də bol. Kabab bişirəndə kartoşkaları bu şəkildə eləyin. Bu şəkildə o qədər dadlı olur ki. Yadınızda Saadətgillə bağ evinə gedəndə orada iftar açanda eləmişdik. Bax orada Saadət də doymadı da dadından. Özümüz də doymadıq. Yəni az olmuşdu bizə. Ona görə indi biraz bol eləyəcəm. Gəldilər marketdən. Görək nə alıblar. Bu bunlara aiddir. Adama bir dənə. Gecə bir vedrə su lazımdır. Ayılmağa. Haydi. O ne ismi çıkadı? Üç başka ismi çıkadı var. Ağalıq. Adama bir tapdıq. Limon aldım. Əsas keşe limon alıblar. Neynədir rəsmin? Limonu neynədir? Tərvin dilində limon, Aygün dilində yox, ya da Bu tərsinə. benimkidir. Limon. Bu da güvətdir. Akşam sabahında güvət çörək yiyəcək. Mən görmüşəm. Ümumiyyətlə siz yeniyən tanıyır. Bunlar tanıyır. Baxın mən görmüşəm. Yaxşı vaxtlarımıza görmürlər. Sağ olsun, kasıb vaxtımızda yanımızdadır. Əsas odur. Əsas odur. İmin, kimlər günüydü sənin?
Acın günündə atası gələn nəsə bilmirəm, xeymi oldu. Çıxdıq oradan əsər maşınları. Girdi o gün gəldi vurdu maşının dalını getdi. Mən də geymişəm Aksarovska qara şalvarla indi belə. Ayağımda da inspektor tabanı var atmalı. Yəni insan o bir məsələ var. Deyir malına gələcəyinə, canına gələcəyinə mala gəlsin. Amma məndə tərsinədir. Allah haqqı deyir. Bilməm Allah olsun, avariya olmuşsan yoxsa yox ümumiyyətlə. Dəhşətli bir səsi var da, dəhşətli bir. Yəni Sadəcə sabah da avariya olanda ailəyə uşağa baxar ki, necədirlər? gör maşın belə sadəcə. Hə, ba maşının krlosu yoxdur, krlo deyil, faran aldı, bir dənə belə açılmışdı. Dəhşətli. Qaqa düşmüşəm, o da içilmiş. Yanında da 2 nəfər, 1 nəfər. Bir dənə qaçmaq, qaçıram bir inspektorla. Nəsə söyə-söyə, balaxanlı, həqiqətən qaçmaq. Getdim nəsə tünü döndüm, yandırdım, sağa keçdim maşın qabağına. Şutdum bunları aşağıza. Şutdum bunları aşağı. Gördüm içiblər, gəldi bunların qonşusu çıxdı, atası şeylədi. Qışqırmışam, səsimi atdım. Maşın bir amca krlosu azdı. Mən də qarşıma, sən xəbərin var, maşının yarısı gedib, o maşını aldırdım sənə. Bunun yanındakı keçdi yolun o yüzden. Bu təzən qalxdı, deyir, mən hara çıxırsan? 100 də yığmışam. Həqiqətən 100 çıxır. Yəni, qaqa maşının qabağında. Qaça, mən 100-2'ye yığmışam, təsəvvür 100 edin. də buna deyir ki, ərimiz yığıb. Əlimiz yığıb, narahat olmayın xanım. Əlimiz yığıb ki, onu turbaya sıxıb. 2 dənə cinayət şəxsi. Qaqa, kişi çıxdı yuxarı. Sonra kameraya baxmışım ki, doğrudan bunu turbaya Qaqa, kişi sıxıb. çıxdı yuxarı. Ay qaqa, kişi çıxdı yuxarı, bax, andasın alır. Mən də 100 yığmışam. Xanım polis göndərsə ki, ilk dəfədən maşınımız vurulur. Görməmişdik bir tərəfdə. Yəni düşün. Ay yox, Ayağı maşındır da bu sığorta düzəldi da ona. Ağ köynək, Ağ köynək, qara şal. İnspektor arkamda uzu bu diye. Qaqa, bax Qurana and olsun, kamaz. Sarı manlar yoxdur narıncılar. Hə. Bax qaqa, bax belə gedirəm. Bax belə aparırlar, mən də gedirəm. Ay xanım, Allah qısırır. İndi maşını sizə sürmə o dərəcədə içib. Qaqa, bax zarfat eləm, ciddi. Düşün, gördüm saxlamır. Vallahi sən düşündüm, bax Quran haqqı ciddi deyirəm. İndi çoxdanım. İçib də. İtmirsə çəkir. Gördüm saxlamır. Elə bilir yavaş gedir. Bax Aylanın əzizanı deyirəm. Birinci düşündüm ki, özümü atım altına bəlkə saxlayar. Sonra baxdım ki, bu elə 2 təkəri mənə indilikdədir. Saxlasım dən kley getdi. Asfaltdan yığan necə? Yox, qaqa, lafat qeylə. Apardı mən orada Ayxan var, Şarlısaray. Ona çatında stolbaya çıxanda mən çıxdı getdi, oturdum pirüsə. Deyib dedim ki, atım altına özümü bəlkə saxlayar. Hara zalı öləcəkdi də. Pirüsən düşdü, dayıca ağlanıb getdi, Ay, saxladı. orada taksiyə əl eləyib. Taksiyə minib. Amerika yaşadım da Balaxanın içində. O Getdi, şəhər saxladı. verən olsa kameradan baxacaqlar. Nə var? Saxladı, düşdü, getdi, qay gəldi, polis gəldi. Taksiyə də gələcək. Dəhşətli bir şey. Səhərsi tutdular. Allah haqqı. Yox, onun axtarmanı var, nə qaçsan? Qaqa, Quran haqqı Qaçır ki, ölmüşüm. içkilidir də. 102, hə, içini bir dənə ağza Qaqa, Quran dolacaq. haqqı deyirəm, yəni Ağzı ölmüşdüm. doldur, Ha, açın. Yəni o sürəcəkdən maşın üstündə. Mən nəyə, mənim nə canım var? Mənim manın üstündə. Nə olsan de, mankın üstünə keçəzəcək. Elə deyir ki, Mən baxca qutab var. elə bir oğlan var ki, manın altında ki. Bu tabii lahmacun. Açılmış. Prosta limonsuz lahmacunda sıxıblar şey. Üstünə də petroşka vurmadım. Dəhşətli bir şey. Yox, inspektor, ağçınlı, sözə qaçıram, millət xanım yoldaşınız qaçır. Yox, hə. Bir dənə maşın gəldi. Mən açıb əl elədim, mən döküşən açdım belə. Yoldaşımız deyir ki, maşını tərpətməz, özdə qaçırdı. Deyirəm, o kimoda var, deyir, salam sağ ol. Deyirəm, gəl otur, deyir, yox, tələsirəm. Baxmamsınız? Halı içilmiş. Arif Quliyev, deyir, yox, tələsir, maşından tez gedəcək, deyir, tələsir. Mən yəni həyatımı nə bilmirəm. Sən pırkul şey nəsə? İndi уже ilin üstündə. Pensionda getmişdim mənə. Pensiyon keçmişdir. 5 mah verirlər, öyle bir Bir dəfə verir. Ölü olsun da yaxşıdır. Bir dəfə bizimkilər şey olub, əmim rəhmətə gedib, ora gedilər bizimkilər, evdəkilər. Əmin orada söhbət eləyir ki, şeydir, papam pensiyası keçdi mamaya. Əgər kişidə çoxsa arvad onu götürə bilər, azdır, arvad özünkilə yola davam eləyir. Arvad da qayıtdı, çöndü kişi belə, ay kişi, sənki də mənə keçəcək. Yəni sən mənə qabaq öləcəksən də. O da deyir, var ya, hindidən o gözləyir pensiyanı. Görürsən də 500 manat. Başladıq biz kabablarımızı çəkməyə. Elə bil kababı çəkəndə özlərini də şişə çəkiblər. Qəşəng yaralayıblar ikisi də əllərin başlarını. Heç nə, mən kabab çəkə bilmirəm, onu Aygüç. Ay, neylədin sən badımcana balam? Bayaq dedin. Badımcan bax içinə. Hə. Sən buradan da çək.
Badımcan içinə pi qoydum belə. Aha. İndi də balı üstünə belə duz tökəcəm. Bunu belə yemək üçün yesən, yoxsa salatın içi üçün? Yo, yemək. Yemək üçün, salat üçün çəkmirsiniz acaba? Salat üçün istəsən piyi çıxardarsan Elə, içindən. hə, tamam. Eləyərsən salat. Hə, çox maraqlıdır qızlar. İçi Bax, bunun, olacaq yağlı. bax, bunu bilmirdim. Bunu da Aygün dedi. Çox dadlı olur. Gətirmiş qızlar, hər şey həyətə. Hər şeyimiz baxın, hər şeyimiz burada. Çörəyimiz, hər şey doğrayıb gətirmişik. İgid canlı kabab qanlı. Bəli. İgid kebabı da. Kebab Salat da. necə? Kebabda orada badımcanlar ona güləşirlər, bəyətdə dalaşırlar. Bərkdən badımcan dayı. O deyirsən böyük götür. Bir dənə çəkil baxım. Olmaz. Çıx söylə. Badımcan taleyini danışdı. Yazığımız gəldi. Ağlayıram. Bayaqdan inan ki, ancaq ağlayıram. 2 uşaqla qayıdım gəlib. Taliyə getmədi. Bir mənə apel Nə edirəm. olur? Deyir, vaxtı işəm bir biberlə evlənmişdi. Nə salınmadı. Alınmadı, bir pomidor girdi aramıza. Bundan ağladıq da. Onlar deyir ki, badımcan kimi oğlum oldu. Qaqa, kebab özüdür ya. Yanır kebab. Qoymayın. Ayaqqabıdır ya, ayaqqabı kebabı diye bu, kuzu kebabı yok. Yok, Ancaq mən pişirəm mən istərdim. sümüyü yanlara olmuyor. Toyuq kebabımız olacaq. Nəsə gözüm su içmir şimdi. Bəlkə pişir xəbərimiz yox. Rəsmin nə kebabı? Çevirin. Ayaqqabı. Ayaqqabı kebabı. Niyə durub ona baxırsınız? Çeviririk də. Şey, Dayanmadan adı onun çeviririk. değil ay bacı, onu kömür güclüdür. Zəki, Haydi. bir dənə bura gəl, bir dənə ayaqqabı kebabından qalmadı. Çəkimsən, həm Instagram, həm story. Ayaqqabı kebabından qalmadı. Bak, qapqara diyor. Bunlar uca demək olar ki, bişir. Ümidim yox idi kebablardan, amma nəysə ki, axırı yaxşı qutardı. Mutlu sonluqla bitdi. Yaqub burada samavarı düzəldi. Süfrəni də burada düzəltmişik, qalıb ətləri filan yığmaq eləmək. Uşaqlar kərmi yatıb. O birisilər oturub orada qəşəng özü üçün dağ mənzərəsində əsl elə onların keyfidir. Dağ mənzərəsində Məryəm ət yeyir, o bir uşaqlarımız ət yemir, toyuğu gözləyir. Bu qədər. Hələ ki məlumat bu da öz keyfindədir. Heç rəsmin çox deyirdi pişik gəlmə, alsa bu da pişik. Qızlar, yarı əlil vəziyyətindəyik hamımız. İnanın ki, Rəsmin hamımız. qardaşın para şapkası gedir. Aygün əlimi görsət. Əli gedib. Aygün əli deşildi, yandı. Əlim şişdi. Mən əlim yapışdı bura. Yaqubun əli Mənim yapışıb. də əlim qapıya girib. Bacı, Rəsmin ye var. bari yadından çıxsın biraz. Yox. Ye biraz yadından Rəsmin çıxsın. ikinci qrup əllidir. Ye bacı, ye sən də ye yadından çıxsın biraz. Ye. Bu nədir? Yox, mən yemirəm. Yemirsən yox. Məsələn. Durdun sən. Aygün. Niyə durdun? Yaralansak da ama sonunda bu kebaplar pişti. Yemək ye. Yıkılmadık, ayaktayız söhbətin. Yani. Böyle bizim süfrəmi. Süfrəni çəkmişsən hə bacım? Amma Leyla əlim çox pis yandı. Əlimə baxın. Şimdi qızlar, ən axırda bütün zədələri çəkəcəm. Hə, ən sonda Qızlar, gözləmədiyimiz sürprizlə qarşılaşdıq. Yağış yağmağa başladı. Deyirik də bugün nəsə var. Allah axırını xeyir eləsin. Kərim bəy orada yatıbdı. Yağış yağsa da əsas odur ki, balkonumuz belə açılır. Biz özümüzü çöldə hiss edirik. Samavarı da bura qoyduğumuza görə 100% ki, elə bilirik. Çöl içəridə bayır kimi. Neysə. So, hər şey hazır. Qaldı oturub yeməyimiz. Yox dedi, qorxdunuz. Zaten şu. Abi Ruska koftacıyım da. Hafta. Pasta, diş pastası. Aslında oturmuşum hadi. Ne danışabilirsin? Birazdan siz benimle dans edersiniz. Ben ondan danış. Oturmuştu deyip gülürdü. Danış. Bayıldı. Yemek çok yedi. Aa. Acaba parmağımla basmak. Vay be. Birazcık yesem yandı baygın ve söyledi. Allah sen kafarsın. Vallahi. Yedim neyse beni çıkar. Ay yedim. Ay Çalabında Ulan hakkı sen çünkü bayağıdan elim demirem. Gözüm yemekte. Sağ olma. Sen bak orada necə baxırsan Allah. Sana kurban oğlum. O kadar pəhti ki, bir soğan kişide sasma qoları. Küpüye çıkır. Sağdan soldan soldan. Bacım bir tane bak. Badımdan da pərdi.
İkimiz de Rəsminin axır aqibəti Rəsmini şeydən vururlar. olsun. Yarım stansiyada Yəni söndürürlər. Gələn göz aşırılar. fatihəsi falan verilməyə razı olsun. Ha, tam hazır. Yavaş məclisin toyun axırına yaxınlaşırıq. Marojna da gəlir. Heç nə. Rəsmin də yatdı durdu özünə gəldi. Aramıza qayıtdı. şükürlər olsun. Şəkli kapak etsin. Axır qəmimiz olsun ay gün, hə? Söhbətlə. Marojna ilə söhbətin axırını tatlıya bağlayırıq. Bu məclisin yavaş-yavaş sonunda. İkinci partiyadır, hə bacım? Marojna ikinci partiya. İkinci partiyadır. Saat 2-dən yedik. Yemliklərdə yeyirik, hə ay gün? Nətər olur bu belə? Yemliklərdə maşallah siz sürmüşsünüz peşinə. Sabah söz verib bu evdə heç nə yeməyəcək, çöldə yiyəcək ancaq. Sabah taksit olur diyor. Şeye böyle zəhərlənən nəsə başlayır. Heç nə. Ay Kərim kişi, vlogumuzu sonlandır. Bugünü bağlayaq hələ ki. Nə qədər ki söhbət yaxşı gedir. Mən artıq yemək yemək istəmirəm. Mən də yemişəm. Bir yere etmişəm. Yaxşı yap. Heç nə. Vlogumuzu sonlandırırıq. Sağ olun. Sağ olun, salamat qalın. Gecəniz xeyrə qalsın. Sabah inşallah görüşərik. Hələlik.